Üstünde dağ olan dağüstü park. Artık 3 gündür buradaydım. Artık 3 gündür zamanı öz əleyhimə çevirmişdim. Artık 3 gündür Bakı onlar gibi baxırdım. Sakit, sessiz, kaygısız, ümitsiz, sevgisiz. Artık 3 gündür uzak idim hayattan da, dünyadan da, geleceğden de. Onlar gibiydim. Onlardan daha sakit idim. Çünkü iller sonra məhz indi alovlanıb onların da, mənim də qəlbimdə bir azadlığım idi. Bir qisas hissi. Və mən bunu hiss edirəm. Döyüşler olacak, kan töküləcək, analar ağlayacaq, övladlar yetim qalacaq. Ama bu dəfə gəlinlər, qızlar, bacılar əsir olmayacaq. İgidlər şəhid olacaq, amma Qarabağ güləcək. Qarabağ azad olacaq. Qarabağ qəfəsdən qurtulacaq. Xarı bülbül üzündə təbəssümlə açacaq. Tez solmağa değil, daha çok yaşamağa can atacaq ve sonra düşündüm. Hayatı enişli, yoxuşlu, dərdli bəlalı keçən insanlara. Onun talihi əvvəlindən gətirmədi, suyu bulanıq gəldi onun da. Sözlərini çoxları barədə eşidib, çoxlarına misal çəkmişik. Çünkü insanın hayatı hakkında öz düşündükleri değil, kenardan bakarken gözümüzde canlanan yaşamıdır. Bizi onun hakkında fikir bildirmeye heveslendiren. Çünkü insanlar için senin şerefini, mənliyini, vicdanını, mənəviyyatını, azad düşüncəni, ağlını, tox nəfsini itirmən değil. Evini, mal mülkünü, vəzifəni, sevdiklərini, ailəni və ya övladlarını itirmək faciə kimi qəbul olunur. Oysa Allah İmran surəsində qızıl, gümüş iranları, cins atlar, qadınlar, uşaqlar bu dünyanın keçici zövqüdür deyirdi. Sizə nəfs, vicdan, mənəviyyat və s. kimi bir göndərdiyim dəyərləri parçalayıb, çirkləndirib, özünə əzab verənlərdən olmayın deyirdi. Kur'an-ı Kerim tam anlamında size karşı savaşanlarla siz Allah yolunda, hak ədalət uğrunda savaşın diye emretmişti. Hazreti Muhammed'e gedin ve hakkınız olanı geri alın demişti. Sonra vətənimə baxdım. Bir ata vicdanını itirərkən deyil, gənc övladını itirərkən ağlayırdı nədənsə. Bir ata ise kökündən qopmuş qoca ağaçları sürüyə-sürüyə həyətinə gətirir. O ağacı odunları ise kömür edib sataraq, böyüdüb boya başa çatdırdığı oğlunu əskər libasında vətəni qorumağa göndərir. Cəmi 2 ay sonra bayrağa sarılmış halda şəhid olaraq tabutda qarşılayırdı və ağlamırdı. Vicdanı təmiz idi çünki. Vətən sağ olsun deyəcək qədər mənəviyyatı pak idi. Gözlerinden akan damlalar ise yaş değildi.
vicdanının yanğısı, mərdliyinin huzur tapması idi. Qəlbi rahatlandıran, ruhu təmizləyən idi bu damlalar. Suyu əvvəlindən bulanaq gəldi bu məscidində. Aylar sonra yolum buradan düşəndə ziyarət etmək istədim. Dəstəmaz alınması üçün tikilmiş bulağa yaxınlaşdım. Ayaqları rahat uzadıb yumaq üçün bulaqdan bir qədər uzaq qoyulmuş, üstü taxta örtüylü oturacaqlar heç bu qədər quru olmamışdı. Su kranları heç bu qədər paslanmamışdı. Suyun axarına heç bu qədər yarpaq yığılıb çürüməmişdi bu bulaq tikilən gündən bəri. Qapısı bağlı. Cümə günləri həyəti, pilləkənləri, hətta yaxınlığından keçən avtomobil yolunu 80-ə qədər xalçalar döşənib, cəmaat namazı qılınan ətrafı boş, bulağı isə quru idi. Hüzünlü idi məscid, kədərli idi. Biraz yorğun, biraz da yalnız idi. Amma azad idi. Həm də riyakar qonaqlardan, biri o birisinə kinayə ilə baxan fərqli məzhəblərin cənnət yolçularından azad idi. Dağüstü park. Dağ üstündə oturmuşdu sanki. Ya da ki dağ onun üstündə. İkisi də bir-birindən çətindir bu işlərin. Bir dağa yüksəlmək də, dağ qədər əzəmətli yükü çiyinlərində daşımaq da. Zirvəyə yüksələnlər elə rahat, elə gözəl yatmışdılar ki yerlərində. Zamanından, fəslindən, gecə ya da gündüzündən asılı olmayaraq nə zaman onları ziyarətə gəlsən eyni təbəssüm, eyni gözlərlə baxırdılar. Heç danışmır, heç şikayət etmirdilər. İldə bir dəfə ziyarət edilsələr də heç pozmurdular keyflərini. Çünki hər səhər onları yuxudan oyadan əzan, ruhlarını qidalandıran al bir günəş, saçlarını darayan həzin bir xəzirləri var idi. Gecələr isə ay gözlərini yuyur, gilavar kədərlərini silib süpürürdü. Yatsı azanı isə yuxuya aparırdı onları. Yaşayanların verdiyi kədəri də bir kənara qoysaq, məscid də çox xoşbəxt idi zirvəyə yüksələnlərlə birlikdə yaşadığı bu həyatda. Arada qalan isə yenə bu park idi. Bir zamanlar sevgililer üçün salınmış bu güllü çiçəkli, göz oxşayan, Bakının hansı nöqtəsində dayansan yenə də səndən yüksəkdə qalan bu park, İndi o dağın zirvəsində olmanın bədəlini, üstünə toplaşan qara buludların, qarın, çovğunun, dərdin, kədərin ağırlığı altında tab gətirməyə çalışmaqla ödəyirdi. 30 il öncə, gecənin sübhə gedən yolunda, bu dağın səliqəli, gül çiçəkli yollara qazılmağa başlamışdı. Bu dəfə qazıntıların səbəbi dənizin hər hansı bir sahil hissəsini qurutmaq, ya da dəniz sahilinə yaxın bataqlıq əraziləri qurudub, yerində əyləncə mərkəzi, otel ya da villa tikmək deyildi. Bu dəfə qazılan 200-ə yaxın oyuqdan çıxan torpaq təkrar yerinə qaytarılırdı. Amma oyuqdan çıxan torpaq özünə yer tapa bilmir, biraz da artıq qalırdı.
Çünkü o yoxların adı məzar idi bundan sonra. Hər məzardan çıxan torpaq məzarın qəlbində dəfn olunan şəhidin yaşı qədər artıq torpaq toplayırdı sinəsində. 20 yanvar şəhidlərinin məzarı. Bakı ağlamışdı o gecə. Üsyan etmişdi Bakı. Azad olmaq arzusunun bədəlini ağır ödəmişdi Bakı. Amma bacarmışdı. Azad olmağı bacarmışdı. Və bu sabah gözlədiyimiz xəbər gəldi. Gözləmədiyimiz anda gəldi. Qarabağ car çəkmişdi. Ya azad olmaq, ya da tamamen yanmaq istəyirəm demişdi. Və biz bunu illər sonra eşidə bilmişdik. Ya Qarabağ, ya ölüm deyib irəli Azərbaycan əskəri demişdik. Hələ ilk günüdür azadlıq savaşının. Hələ irəlidədir gözəl xəbərlər, amma hiss edirəm. Gələcək günlər bizim üçün əl-alvan naxışlarla toxunub. O naxışlar ki, toy etmədiyi oğlunun şəhid olma xəbərini eşitdiyi an, əlləri titrəyən ananın əlində solan yarımcıq toy xalçasının naxışları da bundan sonra daha rəngarəng, daha canlı, daha ürəkdən toxunacaq. Oğul əvəzi saydığı qonşunun qazi övladı üçün. Şəhid anası öz övladının ətrini məhz o qazı gəncin saçlarından, əynindəki əskər formasının yaxasından alacaq. Və gözəl günlər belə başlayacaq vətənim üçün. Başlamalıdır da. Çünki bu onun hakkıdır. Hayat, insanın öz niyetini başkalarında görebilmek arzusudur. Ömür, zamanın sayıp sona yetmek arzusudur. İnsan yaradanın mükemmel olanı yaradabilmek arzusudur. Senden olsa beni dünyada yok, bulutların üzerinde esir edersen. Çünkü bilirsen, en saf damlalar bulutlarda esir kalıp süzülüp yere gelenlerdiler.